İzləyiciləri salamlayıram. Sizə əvvəllər də kanalda paylaşdığım videolarda məlumat vermişəm ki, mən Laçında özümün şahidi olduğum və əminliklə inandığım, kimlərinsə danışdığı, amma inandığım məsələlər haqqında Laçınlıları, xüsusilə gənc nəsli məlumatlandırmağı öhdəmə götürmüşəm. Ona görə də YouTube'da kanal açmışam və kanala baxmağınızı, sizə hamınızı dəvət edirəm. İndi istəyirəm 92-ci ilin Laçın işğaldan olunandan, Laçın işğal ediləndən sonra yaxın bir 5-6 ay ərzində olmuş bir hadisə haqqında sizə məlumat verim. Deməli, Laçın işğal olundu, biz Laçından çıxdıq, getdik. Mən Bakıya getdim, mən bu aqrar sənaye kompleksi sahəsində işləyirdim və orada mənə iş təlif eləmişdilər. Azər müəllimi deməli qoydular Laçın rayonu üzrə icra hakimiyyətinin başçısı. Allah rəhmət eləsin, Xanlar müəllimi dəyişdilər. Yeni hakimiyyət, yəni Ali Sovet o vaxt İsa Qəmbər idi, prezident hələ yəni səlahiyyətlərini icra eləyirdi. Prezident seçkisi olmamışdı. Azər müəllim də məni dəvət elədi, Laçınlıların Bakı Soveti metrosuna yaxın, o vaxtki Bakı Soveti metrosuna yaxın, indiki İçəri şəhər metrosuna yaxın. Allah hamısına rəhmət eləsin, Malik Fərruxun qardaşı Əjdər İbrahimovun bir kafesi vardı. Orada Laçınlıların elə uzun müddət orada Laçınlıların görüş yeri oldu. Laçınlılar gəlib orada görüşürdülər, bir-birinin dərdinə yarayırdılar. Və orada da Azər müəllimlə görüşdük, mənə zəng elədi ki, gəl ora, mən də getdim. Azər müəllim dedi ki, bəs məni icra başçısı qoydular. Nəysə, gəl sən də mənlə gedə icra başçısına birinci müavin. Düzü mən belə dedim ki, Azər müəllim, birinci bizim rayonda icra başçısına birinci müavin iştihatı düşmür əhalinin sayına görə. İkinci də ki, mən düzəlirəm başqa bir yerdə işə, Laçın hələ nə vaxt olacaq, nə vaxt. Dedi, yox, nə danışırsan, Laçın qısa müddətdə biz Laçına qayıdırıq, mən işin içindəyəm, sən istəməzsən ki, Laçında gedək, cəmaatımıza xidmət edəyək. Dedim, niyə istəmirəm, istəyərəm. Nəsə elə oldu ki, Azər müəllim məni, yəni öz verdiyi daxili əmrlə, yəni baxmayaraq ki, bizim rayonda əhalinin sayı aşağı idi o vaxt, 65 min, 60 min əhali vardı, məni qoydu birinci müavin. Yəni ikinci imza ilə, yəni mən özü olmayanda mənçilərin maaşını bankdan mənim imzamla alıb, müasib gətirib bağlayırdı bizim əməkdaşlarım. Və günlərin birində haradasa bu söhbət çəkdi, oktyabr ayı olardı, oktyabr ayının əvvəli. Azər müəllim mənə xəbər elədi ki, o vaxt indi ikimiz əlaqə yoxdur da, ki, bəl gəl yenə mən Laçındayam, o vaxt Kəlbəcər üzrə biz Murovdan gedirdik, yəni hər tərəf işğaldaydı. Yəni Ağdamın o tərəfə, o vaxt hələ Ağdam işğal olunmamışdı. Gəl mənə əvəz elə, mən Bakıda vacib iş var, gedirəm oraya. Azər müəllim daim olurdu cəbhə bölgəsində. Orada da bizim əhali məskunlaşmışdı, xüsusilə Şamkət cəmaatı və başqa kəndlərdə yuxarı zonanın cəmaatı vardı. Mən isə Taxta Körpüdə o çətin günlərimiz idi, o günlər geçsin, bir də gəlməsin. Həyatımda ən ağrılı, acılı, ən çətin günlər idi ki, biz cəmaatımızı orada məskunlaşdırırdıq o kahalarda, mağaralarda, yeraltı qazmalarda çox çətin bir vəziyyət idi. Məsələn, mən yenə deyirəm, Allah rəhmət eləsin, Laçının çox gözəl insanları idi. Bunlardan biri idi Teğman Tarıverdiyev, çox gözəl bir, cəsarətli bir kişinin oğlu idi, özü də çox atası kimi cəsur bir adam idi. Qarabağda da o həqiqətən polisçilərin hamısı əksəriyyəti demiyorlar ki, o da həmçinin döyüşən bir oğlandı. Teğmanla, o rayon prokuroru, Teğman müəllimlə işimizdə getdik. Deməli, o öz maşınında, mən də öz maşınında, öz xidməti maşınında getdik, çıxdıq Laçına, getdik rəhmətlik, Laçının çörəkli kişilərindən biri idi, Sevindiyov Fikrət. Getdik Fikrətgildə o qalırdı, mən də orada bir gecə qaldıq, Azər müəllim getdi. Səhərsi gün mən yaxın dostum, Allah rəhmət eləsin, Səlimov hakimlə görüşdük, polis rəisi idi. Onunla başladıq kəndləri gəzməyə, getdim. Mən müxtəlif kəndlərdə o polislər qalan Qorçuda, bir dənə Qorçuda qaldıq, sonra getdik. Narışlarda onların ştabı vardı, orada qaldıq. Üçüncü günüdür, dedi ki, gedək Zaur Zeyevlə görüşək. Mən də Zaur Zeyevin adını eşitmişəm, amma görməmişəm. Yəni, yaxşı mənada eşitmişəm. General oldu sonra, Allah rəhmət eləsin. Yəni, mən o adamı, aramızda konflikt oldu, kiçik bir konflikt, amma mən o adamı həmişə rəhmətlə yad edirəm, sosial şəbəkələrdə yazmışam. Azər şeylə getdik, Səlimovla rəhməti ilə getdik ora. Elə həyətə girəndə, indi mən bir cür çıxmasın, Akim müəllimdən çox mən şəhər uşaqlarını tanıyıram. Laçın şəhərində doğulanları. Çünki mən burada doğulub
O vaxta qədər 45 yaşıma qədər orada yaşamışdım. Yəni hamını tanıyırdım. Akif müəllim isə mən qədər tanıya bilməzdi. O da tanıyırdı, amma mən qədər yox. Mən orada baxdım ki, rəhmətli Allah yar kişinin oğlu iki adı vardı. Akif Mehman. Mehman yox. Akif deyirdilər. İki adı vardı. Nəysə Allah rəhmət eləsin. O şəhid oldu. Yəni Qarabağ Laçın torpağında o şəhid oldu. Çox yaxşı bir oğlan. Mən tanıyırdım. Rəhmətli Sabirin qardaşı oldu. Allah yar kişinin oğluydu. Mən ona belə birimizə xüsusi hörmətimiz var idi. Yəni əmisi ilə mən yaxın dostudum. Mənim ağsaqqalımdır, böyük qardaşım idi. Sabir müəllimi sevirdik, elə qeyrətli bir oğlan idi. Bu oğlan gördüm, məni görəndə sevindi, mənə yanaşdı, dedi ki, müəllim, çox xahiş edirəm, 2 dəqiqə məndən sizinlə işim var. Mən Akif müəllimdən ayrıldım, dedim, Akif müəllim, gözlə bir dəqiqə mən gəldim. Çəkildik qırağa, dedi ki, bəs mən burada gəlmişəm 2 gündür, komandir məni qəbul eləmir. Dedim, nə məsələ? Dedi ki, Laçın ermənilərin gücü veriblər əsas Ağdərə tərəfi, orada hücum edirlər. Bu bizim korpus, Azərbaycan korpusu oradan hücum edir, hərbi birləşməsi. Bu tərəf boşluqdur. Yəni bu dəqiqə Laçının özündə 200-300 erməni olar, əskər olar, ya olmaz. Polis də Hosas tərəfdədir, onlar da hazırdılar. Biz buradan hücuma keçirik, biz Laçında Tığıy kəndləri var, Zeyti kəndindən sonradır. 2 Tığıy var. Biz deyirdik, Bərki Tığıy, Əyənki Tığıy. Tığıy 1, Tığıy 2. Dedi, hər iki Tığıy bizdədir. Zeytiyə qədər də Qarçaya, Laçının özünə qədər də biz gedirik, razvedkamız məlumat verir. Bu adicə əskərdir, bu zabit də deyir, yazıq rəhmətli. Bəs gəlmişi yanında da Mehman vardı, Budulay deyirlər Mehman. O da Cağazurdandır, rəhmətli bəylər kişinin oğluydu, Əhmədov bəylərin oğluydu. O da çox cəsur, çox belə, o da şəhid oldu, çox cəsur oğlandı o da. Ləqəbi Budulay, o filmdən götürmüşdülər, Budulay. Mən Budulayı da, məni də birbirimizi o qədər dərindən tanıyırdılar, məni hamı tanıyırdı. Amma o dərəcədə yox, Mehman daha yaxından tanıyırdı. Dedi və komandirin yanına girmək istəyirik. Bizə icazə verək, gedək Laçını götürək, Laçında möhkəmlənək. Patriotluqdan gəlir də, vətənpərvər yurt sevgisindən gəlir. Mən də bunu dedim, mən deyərəm, amma sən ona demə ki, mənə demisən bu sözü. Dedi, baş üstə, narahat olmayın. Nəsə girdi ora, məni tanış elədi. Çingiz müəllim rəhmətli də oradaydı. Sonra bir neçə adam vardı. Nəsə Səlimov ona məni təqdim elədi, dedi, bəs icranın birinci müavinidir, başçının, Azər müəllimin, həm də dostumuzla belə bir ifadədə işlətdi. Dedim ki, biraz oturduq, bunlar karta üzərində işlədilər, baxdılar, müəyyən əməliyyatlar hazırlayırdılar, nəsə öz işləri ilə bağlı. Biraz sakitləşən ki, mən bir fürsət tapan kimi dedim ki, bəs cənab komandir, xahiş edirəm, tanıdığım bir ailənin oğlu var burada. O oğlan sizin əskərinizdir, sizinlə görüşmək istəyir. Onu xahiş edirəm, qəbul edir. Dedi, nə məsələdir ki? Dedim, nə qədər mən də soruşdum. Elə dedim, nə məsələdir? Mənə demədi mənə. Dedi, yox, ancaq özünə deyəcəm. Belə rus dilli adamdır. O dedi, interesli, belə rus dilindən maraqlıdır sözü işlətdi. Getdi, adjutantına tapşırdı ki, çağırın gəlsin. Çağırdılar, Mətləb, ikinci adı Mətləbidir. Elə mən dedim, Akif Mətləb, iki adı dedim. Çağırdılar, gəldi içəri. Girən kimi bu necə lazımdır ona fərağat duruşunda durdu, ona raport verdi. Belə. Dedi ki, bəs mənə dediklərim ona deyəndə elə bilginən ki, bu iki rəhmətliyə söydülər. Əlim çırpdı stola, dedi. Sən kim olursan? Rus dilində başladı buna. Rus dilində söyməyə. Sən kim olursan? Nə ixtiyarın varsan? Bura gəlmişsən. Sənin komandirin hardadır? Mən sizi verəcəm. Pasut filanıyam ben. Düzü bu uşaq belə yazıq pis oldu belə. Bu dedi, qovdu bunu kabinetindən. Böyle bir şey mədəni deyil. Amma Rus söyüşləri var da, yəni elə o atana söyüşü deyil. Hep Ruslar matom deyirlər, elə biz elə bildik ki, anasını söyür. Deyir, yəni səni söyürəm deməkdir. Mat sözü Rusça söyüş deməkdir. Bu nəysə, bu oğlan çıxdı. Bilirəm, mən çox pərt oldum. Mən də deməli buna sənədlər vardı, onu verməliydim. Biz onlara biraz rayondan yardım zad eləmişdik. Mən onları axtarlaşdırmışdım hamısını. Bizim zootentlər axtarlaşdırmışdı, təhvil vermişdilər. İstəyirdim kopyalarını verəm ona ki, kontrol eləsin də ki, əskərə çalsın. Mən də bunu hazır əlimdə qoymuşam. Yavaşca onu qoydum sumkama. Mən öz-özümə belə danışıram, belə əsəbləşmişəm. Özümə deyirəm, Səlimov Bakı rəhməti mənim qolumu sıxdı, dedim. Səbir ol, səbir. Dedim, mən səbir görmüsəm, bu nə deməkdir? Yəni, belə öz-özümə belə şeylə də, belə əsəb şəkildə.
O kağızları da yığdım, papkamdaydı. Qoltuq papkamda papka. Yığıram, çıxıram otaqdan. Hakim müəllim belə deyəndə bu aldı bu sözü. Durdu yerindən, gəldi mənim yerimə. Dedi, niyə hirslənmirsən? Dedim, mən neyiniyim bəs hirslənmirəm? Siz olsaz hirslənməzsiniz. Dedi, yox. Dedi, bax gör mənim üzümə, mən paddes adama oxşuyuram. Belə çox interesli bir sual verdi. Dedim, yox, mən öyle şey deyəmərəm, çünki mən sizi tanımıram. Mən sizin haqqınızda ancaq yaxşı söz eşitmişəm, amma burada çox təəssüf ki, mən dövlət görevlisiyəm. Mən dövləti burada təmsil edirəm. Mənim vəzifəm rayon icra hakimiyyəti, dövlətin təyin elədiyi adamın birinci müaviniyəm. Mən Laçın rayonunun hakimiyyətini təmsil edirəm. Siz də dövlətə tabisiniz, mən də dövlət. Mən gəlib sizdən xahiş elədim, bunu qəbul edin. Əgər bu adam səhv deyirsə, yanlış deyirsə, buna nə lazımdır? Təhqir eləmədən cəza verin ona, əgər günahı varsa. Mən də indi eşitdim, o elə bir günahlı şey demir ki, o şeydən deyir, yəni vətən sevgisi, yurt sevgisindən deyir də. Yox, siz bilmirsiniz, nə bilim, bunun nəsə ayrı şey acı tutmuşdu, rəhmətli Tahir acı tutmuşdu, nəyə acı tutmuşdu, bilmirəm. Nəysə, bu mənim qolumu, mənim könlümü almaq istəyir, qolumdan tutdu, deyir, dur ya bura. Böyük kabinet idi, Ərdəşəbi kəndində, belə. Pəncərənin ağzına apardı, dedi, görürsən, BTR, BMP'lər, BMK'larımı, dedim, görürüm. O biri pəncərənin ağzına, deyir, görürsən tanklarımı, dedim, bəli. Deyir, təzə kənd bilir, dedim, təzə kənd bilir, əlimi uzatdım şeyə tərəf, cənuba tərəf, Laçına tərəf. Dedim, təzə kənd oradadır. Deyir, təzə kənddə də mənim yaxşı toplarım var, artilleriya qüvvələrim var. Bir dənə mənim təyyarəm çatışmır. Təyyarə Gəncədədir. Gəncəyə deyərəm, təyyarə verərlər. Mambit eləyərik Corusu, Siyanı. Bu ordu var, burada Laçında sizin gördüyünüz, o uşaqlar, o var. Bax, onlarla gedib çıxaram Siyana. Amma mən əskərəm, Rusçan dedi. Ya soldat, mənə prikaz var. 3 şaqa period, 2 şaqa nazad. Mən əskərəm, mənə əmr edirlər. 3 addım irəli, 2 addım geri və yaxud da göndərdi. 2 addım irəli, 3 addım geri, nə bilim 3 addım geri, 2 addım irəli, belə fikirlər deyə də. Yəni deyir, mən əskərəm, mənə əmr edirlər. Mən öz başıma gedə bilərəm. Mən Laçın yox, dedi, gedib Siyanı alaram, Corusu alaram bu gündən. Mən düzü bununla razılaşdım da heç bir şey demədim. Bir dənə xahiş elədim ki, bu əskərə xahiş eləm cəza verin. Bəlkə də verməzdi. O heçli adam, yəni heç vaxt tədbir görmür, heçlənən adam. Nəsə deyir, sonra da soyuyur. Sonra mən gördüm ki, o adam həqiqətən çox qeyrətli bir zabit idi. Mən şəxsən onu yaxşı bir zabit kimi tanıyıram və həmişədən rəhmət oxuyuram. General aldı, sonra onu yəqin baxmışsınız sosial şəbəkələrdə, onu dəyişdilər, göndərdilər harasa, Naxçıvana, harasa. Yerinə gələn demirəm o elədi, amma o əməlli başlı idarə eləyirdi də buranı. Yəni, nəsə belə bir şey oldu və mən sonra başa düşdüm ki, hadisələrin gedişatı. Başa düşdüm ki, deməyə baxmayın, nə Azərbaycan Müdafiə Naziri filan kəsdi olardı, nə bilim, filan kəs Ali Sovetin sədridir, Bəşman kəs prezidentdir, o birisi, nə bilim, dövlət katibidir, filandır. Boş şeylərdir hamısı. Müharibəni idarə eləyirdi Rusiya. Rusiya idarə eləyirdi, o tərəfdən də, bu tərəfdən də. Bizim də gücümüz yox idi. Dövlət kimi bizim gücümüz yox idi. Yəni, açığın demək lazımdır. Gücümüz oldu 20-ci ilin nə qədər düzəldi. 20-ci ilin sentyabrında ermənilər təxribat törətdilər, cəzalarını da aldılar. Son nəfərlərinə qədər Azərbaycandan qovuldular. Mən də bütün o, necə deyirlər, aydın düşünən insanlar, hamımız dilimiz doğalıdır. Mən də birinci müharibə, ikinci müharibə mən demirəm, valla. O müharibədə də material eyni idi, döyüşən oğlanlar eyni idi. Həmən indiki uşaqların döyüşən oğlanların ataları idi, böyük qardaşları idi. Bunlar indikilərdən heç də aciz deyildilər. Aciz olan başqa idarə edici qüvvələrdirlər. Həmişə mən demişəm, bir də təkrar deyirəm, bütün uğurun və uğursuzluğun dövlət işində, uğurun və uğursuzluğun səbəbi ancaq siyasətdir. Yaxşı siyasət olanda məğlub olmursan, siyasət pis olanda məğlub olursan. Dilimiz də dualıdır, bayaq dediyim kimi. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ görün, nə qədər insanlar şəhid vermişik. Biz dinc əhalimizi qırıblar. Xocalıda qadınlarımızı, Laçından 2 dənə qadın mən bilirəm. İkisi özlərini atdılar Həkəri çayına. Çaya atdılar, boğuldular, öldülər. Düşmənə biri Tərtər çayına atdı, biri də Həkəri çayına, Arbulaq çayına. Qəmzə xala rəhməti. O birisi də Şam kəndlərinin Tərtər çayına atdı. Kəlbəcər tərəfdə çıxanda. Ki, düşmən əlinə düşməsin. Bunun inandırıram sizi ki,
hərəsinin ölümü minlərlə düşmənin ölümünə bərabərdir. Yəni günahsız insanların ölümü. Bunlar nə qədər bizim insanlarımızı öldürdülər. Allah o şəhidlərə rəhmət eləsin. Allah qəhrəman qaziləri qorusun. O vaxtı döyüşən, indi döyüşən oğlanlar var. Qazi qalib deməkdir. O qalib oğlanlarımızı qorusun. Allah Cənab Ali Baş Komandanı qorusun. Allah dövlətimizi qiyamətə qədər var eləsin ki, bu sevinci bizə yaşatdı. Biz Laçındayıq. Çoxumuzun ağlımıza gəlməzdi. Var olun. Ən böyük arzularından biri də o döyüşən oğlanların, istər ideoloji sahədə, istər odlu səngərdə döyüşən oğlanların Laçına gəlib, Laçında evləri bu mərhələdə yəqin ki, bərpa olunacaq. İnanıram ki, bərpa olunacaq. Onlar gəlib Laçında yaşayacaqlar